Sana bir şey söyleyeyim mi? Çok güzel bir şeydi. İnsanı bağışlamak, her bir insanı bağışlamak. İyisi ilə, kötüsü ilə, yaxşısı ilə, pisi ilə. Çünki mən onu öz yükü öz sırtımda, öz omuzlarımda daşımış hiss eləyirəm. Bağışlamayanda. Özümə əziyyət eləyirəm. Mən niyə özümə əziyyət eləyim ki? Məni yaradan var və bağışlayanda o daha çox onun yaptığı o yanlışın cəzasını tez bir vaxtda çəkir. Karma yaxşı işləyir deyirsən də. Özdə nəyi var? Belə bir sən nətər hızlı olur. Amma mən məsəl üçün onu eləyəndən sonra ki, mənə deyəcəksən indi niyə açıqlamanı eləmirsən? Kəndimi biləndən sonra demişəm ki, mən bağışlamışam. Çünki heç Ebru Gündeşlə ilgili asla heç bir şeyim yoxdur. Nə köhnə nişanlımla ilgili heç bir şeyim yoxdur. Atıram, məsəl üçün bizim qalmaqallarımız Azərbaycanda da onda mən balaca vaxtı olan heç bir kəslə heç bir problemim yoxdur. Çünki deyirəm ki, mən hürəm. Nə gərək var? Mən niyə kimlənsə dalaşmalıyam və ya da bunu öz omuzlarımda? Demək ki, yaşanması gərəkiyormuş ki və yaşanmış. Söhbət bağlanıb. Allah məni sevib ki, məni ayırıb kimi düşündüm. Keçən il idi, ya 2-3 il öncə səhv eləmirəmsə belə bir hadisə olmuşdu. Şəmkirdə baş verən Ebru Gündeşlə eyni məclisdə olmuşdunuz. O məclisdə belə heç danışmadın. Nə baş vermişdi? Daha doğrusu yazmışdın fikirlərini, amma orada mən biraz əsəbi idim daha doğrusu. Oradakı şeydə yenə özümə şaşqınlıq içərisində deyirdim ki, niyə? Halbuki niyə? Bəllidir də, yəni niyə? Sonra döndüm, fikirləşdim ki, olması gereken şey olub. O toy sahibinin yarısı o xanımı istəyib, yarısı bizi istəyib. Sonra deyiblər ki, tamam, deyiblər Tunara. Tunar da deyib ki, bizim için problem yoxdur da. Yəni bizim heç bir problemimiz yoxdur. Onun proqramı 2 saatdırsa, 2 saat proqramını yapdıktan sonra biz təkrar gəlib oxuyarıq. Amma eyni günün o da deyib ki, yox, bizdən başqa heç kimsə olamaz. Biz olmalıyıq. Mən də orada yola verdik, getdi, amma çox əsəbləşmişdim ki, əsəbləşmişdim, sonra da düşündüm ki, Allah ruzunu zaten verir. Sənin ruzun sənə gələcək, onun ruzusu ona gedəcək. Olmayıbsa bunu qəbul elə də, bax yoluna yəni. Orada ucu başlamışdım şeyə, affetmə basmışdım. Tuşdaydı.